Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bircə bəyanat yayaraq bildirdilər ki, yerli silahlı qüvvələrin içində ermənilərin xeyrinə casusluq edənlər var imiş. 4 qurumun eyni vaxtda və bircə əməliyyata başlaması əmrin birbaşa İlham Əliyev tərəfindən verildiyinin göstəricisi idi. Bu əməliyyatda yüzlərlə insan tutularaq həbs edildi, döyüldü, təsəvvür edilməz şəkildə işgəncələrə məruz qaldı. Hərbiçilərdən əlavə o hərbiçilərlə ünsiyyəti olan sadə vətəndaşları da həbs etdilər və ermənilərin müsəlmanlara yaşatdığından daha artığı ölkəmizdə yaşanmış oldu. Bu dəfə xalqımıza divan tutan erməni generalları və erməni əsgərləri deyildi. İnsanlarımıza qarşı cəlladlıq edən İlham Əliyevin tapşırığını həyata keçirənlər idi. Məhkəmə keçirmədən və heç bir hüquqi prosedura riayət etmədən adi hərbiçidən tutmuş vəzifəli zabitə kimi onlarla insanı, hətta şübhəli hesab etdikləri zabiti evinə qonaq çağırmış və sadəcə tərtərdə əsgərlik etmiş sadə vətəndaşları da həbs etdilər. Nə insanlıq nəzərə alındı, nə də hüquqi tələblər. Onlar vəhşi heyvanın belə öz ovunu öldürdüyü zaman etmədiyi zülmləri xalqımıza yaşatdılar. Əskərlərin bəzilərinin əl və ayaq dırnaqlarını kəlbətinlə çıxarır, bəzilərinin əl və ayaqlarını bağlayıb yuxarı mərtəbədən aşağı atır, bəzilərinin cinsiyyət orqanına və bədəninə elektrik cəryanı verir, bəzilərinin düz bağırsağına armatur yeridir, bəzilərinin isə diz qapaqlarını direllə deşirdilər. Bəli, təcavüz eləməlisən də bunu. Təcavüz eləməlisən, əskər bunu bu fasonda şey eləməz. Əskərə bir iki dənə dubinka şey vuran kimi bir əskər qorxur. İnanırsan onu gözümüz bağlıdır da bizim. Amma qulağımız eşitir də. Əskərə o şeyi zorlatdılar. Budur, sənin atan belə olub, elə olubdu. Bəs sən bunu şey eləməlisən. Oxşum, üzr istəyirəm, sidikləməlisən, bunu mundarlamalısan. Yəni oğlu məcbur etmək, atovu sidiklə. Oğlun and olsun Allaha bərəkət haqqı. Mən oğlun da baxaydım, oğlun da döyüb, işgəncə verdilər. İnan ki, dədəsinin dizini qoydular yerə, oğlu onun başına şey elətdirdilər. O vəziyyətdə onu mundarladı. Oğul gör, yalandan cəmaatın üstə şər yıxıb atanı oğul qarşısında gör nə vardılar. Nə vəziyyətə saldılar bunlar. Bütün bu zülm və işgəncələr güya bu insanların ermənilərə casusluq etməsinə görə imiş. Ermənilərlə yenidən bir süfrə arxasında şərab içəcək işləyən ailə xalqımızı ermənilərlə əməkdaşlıqda günahlandırıb işgəncələr verirdi. Düşmənlərimizlə Sovet dövründəki kimi yenidən mehriban şəkildə və bir masa arxasında şərab içmək xəyalları quran Əliyevlər ailəsi tərtərdə casusluq bəhanəsi ilə insanların heysiyyətinə toxunacaq ən ağır zülmü cəmaata yaşatdı. Tərtər faciəsi İlham Əliyevin necə qaniçən bir diktator olduğunu bəşəriyyətə göstərmiş oldu. Bu prezident səviyyəsində prezidentin özü bilir, özü göstəriş verir ki, getsiniz onların hamısına, yoxsa biz kimi ki sizə işgəncə verək bu boydadan. Yəni o satın uşaqları, o bizə işgəncə verən o qara maskallar deyir ki, bu prezident deyir ki, biz gəlmişik bura. Prezident olmasa, yəni biz Hikmət Həsənov kimdir ki, bizi gətirə bura. Yəni bizi prezident göndərib bura, şəxsən getsiniz orada araşdırırsınız. Yəni prezidentin özünün xəbəri var. Prezident olmasa biz kimisi öldürə bilmədik burada. Bu boyda biz işgəncə verib adam öldürmüşük. Belə bizə deyirdilər. Deyirlər, yəni prezidentin özü göndəribdir.